Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ Tətbiqi Sənət Fakültəsinin Bədii Toxuculuq ixtisası üzrə 4-cü kurs tələbəsi Ömərova Fatimə Seymur qızının İşığın izində adlı ilk fərdi yaradıcılıq sərgisi beynəlxalq qalereyada keçirildi. Layihə rəhbəri Aygün Əzizovanın olduğu və gənc rəssamın yaradıcılığına həsr olunmuş bu tədbir sənətsevərləri, müəllimləri, dostları və ictimaiyyət nümayəndələrini bir araya topladı. Sərgi Fatimə Ömərovanın tələbəlik illərində qazandığı bilik və bacarıqların bir bəhrəsi kimi təqdim edildi. Sərgidə rəssamın 26 rəsm əsəri iştirak edirdi. Tədbirdə iştirak edən fəxri qonaqlardan İspan dili və İspan dili ölkələr üzrə ekspert, Qafqaz İbero-Amerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov, Tibb polkovniki Nurəddin Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Mətin, Azərbaycan Dillər Universitetinin İspan dili mərkəzinin rəhbəri Nərgiz Mədətova, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, Elminfaz saytının təsisçisi və baş redaktoru Ceyhun Şakiroğlu. Rəssam Abbas Əliyev çıxışlarında Fatimə Ömərovanın yaradıcılıq axtarışlarında özünə məxsus bir yol seçdiyini bildirdilər və gənc rəssama yaradıcılıq uğurları arzuladılar. Fatimə Ömərovanın valideynləri tədbirdə çıxış edərək övladları ilə böyük fəxr etdiklərini dilə gətirdilər. Onlar Fatimənin hələ uşaqlıqdan sənətə olan marağını dəstəklədiklərini və gələcək fəaliyyətində də onun yanında olacaqlarını vurğuladılar. Tədbirin sonunda gənc rəssam və iştirakçılar üçün xüsusi olaraq hazırlanmış tort kəsildi. Səmimi və mehriban bir mühitdə qonaqlar arasında xatirə şəkilləri çəkildi. Bu anlar sərgiyə özünə məxsus bir istilik və yadda qalan ab-hava qatdı.